Ölkə üzrə heyvan kəsimi məntəqələrinin fəaliyyəti əvvəlki qaydada davam edir. Hazırda 120-dən çox müasir standartlara cavab verən və baytar mütəxəssislərin daimi nəzarəti təmin edilən heyvan kəsim məntəqələri fəaliyyət göstərir. Mövcud infrastruktur ölkənin ət və ət məhsullarına daxili tələbatını tam şəkildə qarşılayır. Sağlamlığı şübhə doğuran heyvanlar kəsim prosesindən kənarlaşdırılır. Heyvan kəsildikdən sonra cəmdəyin baytarlıq sanitariya ekspertizası aparılır. Daha sonra ət müəyyən müddət soyudulmaq üçün saxlanılır. Nəticədə cəmdəyin üzərinə müvafiq möhür vurulur və müşayiət edici baytarlıq sənədləri ilə birlikdə istehlak obyektlərinə, ticarət şəbəkələrinə göndərilir. Qida Təhlükəsizliyi Agentliyi vətəndaşlara yalnız kəsim məntəqələrində kəsilmiş və ixtisaslaşmış ət satış məntəqələrindən ət məhsulları almağı tövsiyə edir. Alış zamanı ətin üzərində rəsmi baytarlıq möhürünün olmasına diqqət yetirmək və satıcılardan müşayiət edici baytarlıq sənədlərinin təqdim edilməsini tələb etmək vacibdir.